Rus bölməsi şagirdləri üçün Azərbaycan dil dərsliyinin 76-cı səhifəsindəki tapşırıqlarımızla dərsimizə davam edirik. İzahları aydın, sadə şəkildə izah edəcəyim. Ona görə də dərsimizi sona qədər izləməyə davam edin. Sual və təklifləriniz olarsa qeyd etməyi unutmayın. Gəlin ilk öncə sual tapşırığındakı suallarla tanış olaq. Fərqləndirilmiş sözlər hansı suallara cavab verir? Uyğunluğu müəyyən edin. Baxırıq, 4 sual verilmişdir və A, B, C, Ç variantlar verilmişdir. İlk sualımızı oxuyuram. Karl Gauss 3 yaşı olanda artıq sərbəst oxuyurdu. Sərbəst oxuyurdu. Necə oxuyurdu? Demək ki, ilk öncə sualımızın, daha doğrusu burada sərbəst sözünə biz necə sualını veririk? Necə sualı isə C variantındadır. Ona görə də sualımızın qarşısına C yazırıq. Yuxarı qalxdıqca aşağıdakı evlər kibrit qutusu kimi görünürdü. Hara qalxdıqca, yuxarı qalxdıqca. Yuxarı sözünə hara sualı isə A variantındadır. Üçüncü sualımız, yəqin ki, kəndə axşam tərəfi çataram. Axşam tərəfi nə zaman? Axşam tərəfi. Burada isə sualımızın cavabı C'dir. Ç'dir daha doğrusu. Dördüncü, deyəsən azacıq yorulmuşdum. Azacıq yorulmuşdum. Nə qədər yorulmuşdum? Cavabı isə B variantındadır. Beləcə, birinci tapşırığımızı yerinə yetirdik. Birinci sual C, ikinci sualımız, daha doğrusu cümləmiz A, üçüncü cümləmiz isə cavabı Ç, dördüncü cümləmizdə fərqləndirilən sözə isə B variantındakı nə qədər sualını vermiş olduq. Bu günləri dərsimizdə yeni qayda keçirik. Zərfin məna növləri. Uşaqlar, zərfin məna növləri aşağıdakı şəkildə izah olunmuşdur. İlk öncə gəlin qaydamızla tanış olaq. Zərf cümlədə, ilk öncə onu deyək ki, zərf nəyi bildirirdi? Zərf hərəkətə aid olurdu və bildiyiniz kimi hərəkətə aid olaraq onun müxtəlif tərəflərdən izah edirdi. Yəni hərəkətin zamanını, tərzini, yerini, kəmiyyətini bildirən nitq hissəsidir. Və bugün biz onun məna növlərini keçirik. Zərf cümlədə əsasən hərəkətə aid olan və onu müxtəlif cəhətdən izah edən nitq hissəsidir. Gəlin baxaq, birinci, tərzi hərəkət zərfi. Necə, nə cür sualına cavab verir? Maraqla baxmaq, ucadan danışmaq. Maraqla baxmaq, necə baxmaq? Ucadan danışmaq, necə danışmaq kimi izah olunur. İkinci, zaman. Zaman zərfi isə nə vaxt, nə zaman suallarına cavab verir. Nümunə verilmişdir. Əvvəl gəlmək, səhər oyanmaq. Əvvəl gəlmək, nə zaman gəlmək? Səhər oyanmaq, nə vaxt oyanmaq kimi cavablandırılır. Suallarına cavab verdi. Yer zərfliyi. Yer zərfliyinin sualı isə haraya, harada, haradan sualına cavab verir. Burada diqqətli olun, çünki haraya, harada, haradan sualları bir növ bizdə ismin hal şəkilçilərinə də oxşayır. Lakin unutmayın ki, ismin hal şəkilçilərindən fərqli olaraq yer zərfliyinin sualları hərəkətə aid olur. Burada oturmaq, harada oturmaq, irəli getmək, haraya getmək. Görürsünüzmü? Burada yer zərfi, burada irəli hərəkətə aiddir. Biri oturmaq feilinə aiddir, digəri isə getmək feilinə aiddir. Kəmiyyət zərfi nə qədər sualına cavab verir. Kəmiyyət zərfini də zəhmət olmasa sayla qarışdırmayaq. Çünki kəmiyyət zərfi hərəkətə aiddir, say isə əşyalara aid olur. Dəfələrlə düşünmək, nə qədər düşünmək, xeyli çalışmaq, nə qədər çalışmaq kimi suallarımıza cavab verir. İndi gəlin nöqtələrin yerinə B tapşırığını yerinə yetirək. Nöqtələrin yerinə uyğun zərflər artırmaqla cümlələri tamamlayın. Zərfin növünü müəyyən edin. Baxırıq, birinci verilən zərflərə yaxından, maraqla, doğru, geri, sonra. Yazıçının yaradıcılığı ilə tanış olmuşdu. Necə tanış olmaq olar yazıcı? Yaxından tanış olmaq olar. Sonra ikinci, deyilən söz, məsələn, burada hansı sözü ikinciyə əlavə etmək olar? Yəni, işarədə eləyək, bir dəqiqə, geri qayıtmaz. Geri zərfi daha uyğun gəlir. Sonra, sərgidəki rəsmlərə
maraqla tamaşa edirdi. İndi sonraki sözümüz isə hansı olacaqdır? Danış ki, dördüncüdə danış ki, xəcalət çəkməyəsən. Deməli, burada necə olar? Doğru danış ki, doğru gəldi, sonra xəcalət çəkməyəsən kimi işarə sözləri yerinə yaza bilərik. Deməli, sözləri bu cür nömrələdim, uşaqlar sizin üçün də aydın olsun. Birinci cümləyə yaxından sözü əlavə olunacaq. İkinci cümləyə daha doğrusu geri sözü əlavə olunacaq və nömrəsini yazmışam sözün üzərinə. Üçüncü cümlədə sərgidəki rəsmlərə maraqla tamaşa edirdi. Bu isə yazılacaqdır üçüncü deməli cümlənin yerinə. Sadəcə dördüncü cümlədə 2 sözümüz əlavə olundu. Ona görə 4-5-i həm burada, həm də cümlə üzərində də qeyd etdim. Boşluğa yaza bilərsiniz və beləcə dəftərə köçürdə bilərsiniz. Doğru danış ki, sonra xəcalət çəkməyəsən kimi cümlələri yazıb tamamlayacaqsınız. Sonraki tapşırığım, daha doğrusu qaydamız zərfin digər nitq hissələri ilə ortaq xüsusiyyətləri. Dilimizdə bəzi sözlər var ki, cümlədəki yerindən asılı olaraq həm zərf, həm də digər nitq hissəsi, yəni isim, sifət, say kimi işlənə bilir. Axşamın xeyrindən səhərin şəri yaxşıdır. Burada axşamın nəyin sualına isim cavab verir. Axşam külək gücləndi. Baxın, küləyin gücləndi hərəkətə. Axşam burada küləyə aid olduğuna görə, daha doğrusu hərəkətə aid olduğuna görə, küləyin güclənməsinə aid olduğuna görə zərf oldu və nə vaxt sualına cavab verdi. Gözəl günlər qarşıdadır. Baxın, necə günlər qarşıdadır? Necə günlərə, gözəl günlərə aid olduğuna görə necə sualına cavab verdi? Digər cümləmizdə afərin, gözəl danışdın. Burada isə gözəl sözü danışdın feilinə aid olduğuna görə burada gözəl oldu zərf, tərz hərəkət zərfi. Çox adam belə düşünür. Burada çox nə qədər adam? Burada çox sözü adam sözünə aid oldu, ismə aid olduğuna görə burada saydı. Uşaq çox danışdı. Uşaq nə qədər danışdı? Yəni burada isə danışdı feilinə aid olduğuna görə çox sözü zərf kimi verilmişdir. Yəni zərf funksiyasını daşıyır. Gəlin C tapşırığına daha doğrusu baxaq və fərqləndirilmiş nitq hissələrini, sözlərin hansı nitq hissəsi olduğunu deyək. Birinci, yayda dincəlmək üçün kəndimizə gedirik. Kəndimizə biz nə zaman gedirik? Nə vaxt gedirik? Sualı olacaq nə vaxt? Yayda, nə vaxt sualına cavab verdiyinə görə və gedirik feilinə aid olduğuna görə yayda sözü olacaqdır zərf, zaman zərfi. İkinci, yazı yay əvəz etdi. Uşaqlar, burada isə yaz fəslini yay fəsli əvəz etdi. Burada yay sözü olacaqdır isim. Nə əvəz etdi, nə sualına cavab verir və nə sualına cavab verdiyinə görə də isim olur. Üçüncü cümlə, doğru cavabı müəyyən edin. Hansı cavabı müəyyən edin? Doğru. Hansı cavab? Baxın, doğru sözü cavab sözünə aid olduğuna görə burada olacaqdır sifət. Sonra və sualı da hansı, necə cavabı və ya hansı cavabı müəyyən edin kimi suala cavab verəcəkdim. Dördüncüdə isə, dördüncü cümlədə səninlə razıyam, doğru deyirsən. Deməli, buradakı doğru isə deyirsən feilinə aiddir. Ona görə də zərf adlanır. Beşinci, yol boyu xeyli ağac əkdik. Nə qədər ağac əkdik? Xeyli ağac. Xeyli sözü, yəni say olur. Çünki ağac sözünə, əşyaya aid olur. Onun üçün də ağac nə? Nə əkdik? Xeyli ağac. Ona görə də xeyli sözü burada saydı. 6-cı cümlədə müəllimi sözləri onu xeyli ruhlandırmışdı. Burada isə xeyli sözü ruhlandırmışdı feilinə aid olduğuna görə zərf hesab olunur və kəmiyyət zərfi olur. Beləliklə, dəyərli izləyicilər, sualları qarşısında yazdım. Tapşırığımızda yayda dincəlmək üçün kəndimizə gedirik zaman zərfidir. Nə vaxt sualına cavab verir? Yazı yay əvəz etdi, isimdir. Nə sualına cavab verdi? Yay sözü. Üçüncüdə doğru cavabı müəyyən edin. Hansı sualı? Sifətdir. Doğru sözü. Burada dördüncüdə səninlə razıyam, doğru deyirsən. Tərzi hərəkət zərfidir. Necə sualına cavab verdi? Yol boyu xeyli ağac əkdik. Nə qədər ağac əkdik saydır.
Müəllimin sözləri onu xeyli ruhlandırmışdı. Nə qədər kəmiyyət zərfidir. Bugünlük bu qədər dəyərli izləyicilər. Növbəti dərs izahlarında görüşənə qədər hər kəsə uğurlar.